1933-cü ildə Niderlandda anadan olmuş, post-impressionizm zərərinin ən məşhur rəssamlarından biri olmuşdur. Onun rəngləri çox parlaq və emosional şəkildə istifadə etməsilə tanınır. Qalın və hərəkətli fırça izləri onun üslubunun əsas xüsusiyyəti idi. Van Gogh cəmi 10 il ərzində 2000-dən çox rəsm əsəri yaratmışdır. Onun ən məşhur tablolarından biri olan Ulduzlu Gecələr əsəri idi. Günə baxanlar və çoxsaylı avtoportretləri də dünya incəsənət tarixində xüsusi yer tutur. Van Gogh'un ən məşhur əsərlərindən biri olan Ulduzlu Gecə 1889-cu ildə Fransanın Saint-Rémy şəhərində ruhi xəstəxanada olarkən çəkmişdir. O şəkildə tünd fonda ulduzları və sakit kəndi təsvir eləmişdir. Və bu əsər onun ən məşhur əsərlərindən biridir və o öz fırça texnikasını ən aydın şəkildə göstərdiyi əsərlərdən biridir. 15 günə baxan əsəri isə 1888-ci ildə Fransanın Arles şəhərində çəkilmişdir. O, öz dostu Paul Gauguin'in gəlişi üçün, otağını bəzəmək üçün 15 günə baxan sərisini çəkmişdir. Onlardan ən məşhur isə bildiyimiz kimi 15 günə baxan əsərdir. Hal-hazırda bu əsər dünyada ən məşhur əsərlərindən biridir və ən çox dəyər görünür. Hal-hazırda National Galeriyada saxlanılır. Biz Van Gogh haqqında maraqlı faktlardan biraz danışacağıq. 27 yaşına dək şəkil çəkməyib, dərəxanda olan vaxtı sarı boya yeyərək xoşbəxt olacağını zənn edilmiş və rəssamlıqdan əvvəl 7 il sənət tələbləri edib.